Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlman bacı və qardaşlarım, artıq Ramazan bitir, bir şey qalmayıb. Bunu istiğfarı çoxaltmaq lazımdır. Allahdan bağışlama diləmək lazımdır. Ömər ibn Abdüləziz, Allah ondan razı olsun, Allah ona rəhmət eləsin. O vilayətlərə məktub yazıb deyərdi ki, Ramazanı istiğfarla və fitrə zəkatını çıxartmaqla tamamlayın. Nəyə görə? Çünki fitrə zəkatıdır, istiğfardır. Bu, oruclu üçün bir təmizləyicidir. Yəni, insan oruç tutduğu zaman, ola bilər lağlaq olsun, boş sözlər olsun, nalaq hərəkətlər olsun. Bax, o hərəkətlər, o nalaq hərəkətlər, o boş sözlər üçün bir təmizləyicidir. Həmçinin o nöqsanları düzəldir. Ona görə insan hər ibadətin sonunda gərək Allahdan bağışlama diləsin. Bu gözəldir. Nə qədər ibadəti gözəl etsə də, salih bir şəkildə eləsə də, lakin müqəssirlik, naqislik labiddir. Məgər Peyğəmbər sallallahu aleyhi və səlləm hər salih əməlin sonunda istiğfar etməzdi. Məsələn, namazdan sonra, fərz namazlarından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm əstəğfirullah, əstəğfirullah, əstəğfirullah deyərdi. Həm görürsən, həcdən qaydan sonra insan istiğfar edir və s. İnsan gərək salih əməllərdən sonra Allahdan istiğfar diləsin, özündən razı olmasın. Nə qədər çalışsa da yəni naqislik olacaq, müqəssirdir və xüsusən də bax Ramazanı bitiririk, insan gərək çoxlu istiğfar eləsin. Allahım bağışla, Allahım bağışla, Allahım növbəti Ramazana yetişdir, növbəti Ramazana qədər bizləri xeyrə müvəffəq elə. Bax bu duaları gərək insan çoxaltsın və mən də diləyirəm ki, Allah təala bizləri bax bu ayda bağışlanan qullardan etsin. Ramazan bitir, Allah təala bizləri əfv eləsin, növbəti Ramazana yetişdirsin. Ramazan ayına girəndə insan istiğfarla girir, Ramazanda istiğfar edir, Ramazan bitəndən sonra da bu istiğfarı davam etdirməlidir.